Körpü yayılışından siz əziz həmvətənlərimizə salam ərz edirəm. Bizim sizin haqqınızda duamız budur ki, Rəbbin sevgisində ümid dolu bir həyat yaşayasınız. Dünyanın insan üçün ümid verici bir şey yoxdur. Verdiyi saxta ümidlər də az zaman çəkmir ki, hamısı boşa çıxır. Doğru və həqiqi ümidi ancaq Tanrı verə bilər ki, hər şeyə qadirdir. Həm də sizi balası kimi sevir. Doğru ki, çətin bir həyat yaşayırıq. Amma onun bizim arxamızda durmasına, əzizlərim, bel bağlaya bilərik. Müşküllərimiz nə qədər çətin olur olsun, Tanrı onların hamısından daha güclüdür. Yetər ki, dərdimizi ona deyək. Yayılışın elə bu əvvəlindən sizi təşviq edirəm ki, qəlblərinizi Tanrının sevgisinə, Tanrının məhəbbətinə, Tanrının ümid verici həqiqi sözlərini açasınız və icazə verəsiniz ki, Tanrı özü sizinlə danışsın. İrəli getmədən qoyun, bunu da sizə xatırladım ki, yayılışın ərzində mən özüm ekranda gördüyünüz telefon nümarəsində olacağam və sizin nəzərlərinizə, suallarınıza və dua dərxastlarınıza qulaq asacağam və dua dərxastlarınıza əzizlərim. Nə fəqət bərnamənin ərzində dua edəcəyik, onları dua timinə də verəcəyəm ki, həftənin ərzində siz əzizlərimiz üçün dua olunsun. Gördüyünüz telefon nümarəsinə eləyə bilərsiniz Viber, Telegram, WhatsApp və Skype vəsiləsi ilə qısa peyamlar da atasınız ya da dua dərxastlarınızı bu yolla bizə bildirəsiniz. Bunu həm Azəri dilində eləyə bilərsiniz, həm də Farsi dilində. Həm də müqəddəs kitab indi necə ki görürsünüz də İran Azərbaycanı ya da Cənub Azərbaycanı dilində tərcümə və çap olub. Bunun içində bir disk də var ki, bütün bu kitab bunun üstünə oxunub və zəbt olunub. Əgər bundan bir kopi istəyirsiniz, lütfən bizə yazın, tezliklə sizə göndərərik. Əlbəttə, bunlar bizim körpü sitemizdə də əkilib, oradan da indirə bilərsiniz. Vaxtıdır ki, gözəl bir nəğmə eşidək. Bütün hakimlərdən yüksəksən sən, bütün təbiətdən və bütün xilqətdən, bütün hikmət və insan yollarında yüksəksən, əzəldən mövcud olan şahsan. Bütün rütbələrdə yüksəksən sən, insan gördüyü bütün xariqələrdə, bütün cacalar və var dövlətdə yüksəksən, bənzəri yoxdur sevən Tanrı. Rüsvay olaraq çarmıxa çəkildi, ata tərəfdən inkar edildi, balcıqdan əzilmiş qızıl gül kimi əfv etdin, məni sevdin, yüksəksən sən. Bütün hakimlərdən yüksəksən sən, bütün təbiətdən və bütün xilqətdən, bütün hikmət və insan yollarında yüksəksən, əzəldən mövcud olan şahsan.
çəkildi Hatta tarafta İnkar edildi Balçıda Əsilmiş kızıl gibi affetti Beni sevdin Yükselsen sen Rüsvay olarak Sarmıha çekildi Hatta tarafta İnkar edildi Balçıda Ezilmiş kızıl gibi affetti Beni sevdin Yükselsen sen Balçıkta Ezilmiş kızıl gibi affetti Beni sevdin Yükselsen sen Can bəxş eylədi Məsih dünyanın günahı üçün. Qan bəxş eylədi Məsih dünyanın xilası üçün. Yudu qardan ağ etdi bizi xilaskar qanı. Yudu bizi pak etdi onun səpilən qanı. O səmadan güc verib qoruyur bizi şərdən. O səmadan güc verib qoruyur bizi qəmdən. Xilaskar sözüdür bil daxilimdə qaynayan, dirilik suyudur o, aşı, daşı çağlayan. Güc və qüdrət alıram diri həyat sözündən, həyat çörəyisən sən, qüvvət alıram səndən. Verib təsəllini sən, göz yaşların silirsən, qeydimizə qalıban qayğımızı çəkirsən. Bənnalar tərəfindən rədd edilən həmən daş, küncün başı sayıldı, təməl daşı sayıldı. İsa, adın uca və qüdrətli. İsa, adın uca və əzəmətli. İsa, sən nemət və bərəkətsən. İsa, sən həyat və həqiqətsən. O susuz səhralar, o susuz çöllər canlandı müqəddəs həyat sözündən. Qurumuş bulaqlar, qurumuş çaylar aşıb daşdı sənin xoş nəfəsindən. İsa,
adın qüdrət və əzəmətdir. İsa, adın ülvi və müqəddəsdir. İsa, sən həyat və həqiqətsən. İsa, sən sevinc və səadətsən. Nuruna bələndi zülmət qaranlıq, əridi qəlblərdə qalanmış daşlıq. Açıldı zindanlar, bağlı qıfıllar, oyandı yuxudan yatmış olanlar. Dilləndi Davudun həzin mizrabı, doldu ürəklərə Məsihin ruhu. İsmini çəkənlər xilas oldular, əbədi həyatı miras aldılar. İsa, adın uca və əzəmətli. İsa, adın uca və qüdrətli. İsa, sən gözəl canlı tanrısan. Üç müqəddəslikdə vahid Allahsan. Təkrar salam. Əgər indi bizə qoşulursunuz, Körpü bərnaməsindəyik və necə ki dedim də, yayılışın ərzində mən özüm ekranda gördüyünüz telefon nümarəsində olacağam və sizin nəzərlərinizə, suallarınıza və dua dərxastlarınıza qulaq asacağam və nə fəqət dua dərxastlarınıza bu bərnamənin yayılışı ərzində dua edəcəyik, onları dua timinə də verəcəyəm ki, həftənin ərzində siz əzizlərimiz üçün dua olunsun. Gördüyünüz telefon nümarəsinə eləyə bilərsiniz Viber, Telegram, WhatsApp və Skype vəsiləsi ilə qısa peyamlar da atasınız və ya dua dərxastlarınızı beləcə bizə bildirəsiniz. Əlbəttə, eləyə bilərsiniz həm Azəri dilindən istifadə edəsiniz, həm də Farsi dilindən. İndi gedək bərnamənin mətləbinə. İsa'nın qədəmlərinin izləri bərnaməsində ki, onu Mətta rəvayət etmiş İncildən təqib edirdik. Biz onun 13-cü fəsilinə yetişirik. Fəsil 11 və 12-də gördük ki, necə Yahud xalqı Moğud olan padişahlarının qabağında zidd dururlar və get-gedə bu ziddiyyətin şiddəti görürük ki, artır. İsa özü bunu bilirdi ki, bu ziddiyyət nəhayət oraya çatacaq ki, onu çarmıx üstündə edam etsinlər. Bu mətləbi şagirdlərinə demişdi. Ona görə də şagirdlərin fikrində görürük ki, çox da məntiqi bir sual can alıb. Əgər qərardır ki, sən çarmıxa çəkiləsən, bəs müjdəsini verdiyimiz bu padişahlıq nə olacaq? İsa onların bu sualına bir iddə məsəl ilə cavab verir. Əvvəl onlara padişahlıq haqqında olan həqiqəti bəyan edir. Sonrası da çarmıxın həqiqətini onlara açıqlayır. Mətta fəsilinin 13-də İsa'dan o məsələləri nəql edir ki, İsa onları padişahlıq haqqında bəyan edir. Əlbəttə ki, İsa'nın məsəl ilə danışması şagirdləri təəccübə salır. Qabaqda İsa məsəldən istifadə etmişdi, amma o gün elə bil fərq edirdi. İsa o gün 7 məsəldən istifadə edir, sonrası da 8-ci məsəli ona qatır və hər şeydən maraqlısı da bu ki, bu məsələlərin mənası zəncir kimi bir-birinə bağlanmışdı. Məsəl sözünün lüğəvi mənasını bəlkə də biləsiniz. Bu məna bu deməkdir. Bir şeyin yanına qoymaq. Məsəl kiçik bir hekayə ya da kiçik bir müqayisədir ki, insan onu dediyi sözün yanına qoyar ki, beləcə dediyi sözün mənasını daha da rahat başa salsın. Amma bu fəsildə görürük ki, İsa onları məsəl çağırmır. Onlara
padişahlığın sirləri adını verir. Cədid əhdə, əzizlərim, sir ruhani bir həqiqətdir ki, ancaq ilahi kəşfinlə başa düşülə bilər. Belə bir sir müqəddəsdir. Ancaq o adamlar onu başa düşə bilərlər ki, İsa'dan öyrənirlər və ondan itaat edirlər. Baxın, İsa'nın məsəlləri həm aynadır, həm də pəncərə. Ayna olaraq bizə kömək edir ki, özümüzü necə ki varıq, onu da görək. Bu ayna həyatımızı necə kidir, bizə göstərir. Pəncərə olaraq da bizə kömək edir ki, həyatın özünü görək, tarını görək. Necədir bu məsələlərə getmədən əvvəl siz 13-cü fəsili bir eşidəsiniz. O gün İsa evdən çıxdı və gedib göl qırağında oturdu. Yanına elə çox adam yığıldı ki, özü bir qayığa minib orada əyləşdi və bütün xalq sahildə durdu. İsa onlara məsələlərlə çox şey danışıb deyirdi. Baxın, bir əkinçi toxum səpməyə çıxdı. Səpən vaxt toxumlardan bəzisi yol qırağına düşdü və quşlar gəlib onları yedilər. Bəzisi torpağı çox olmayan daşlıq yerlərə düşdü. Torpağın dərinliyi olmadığına görə tez bitdi, lakin gün çıxan vaxt soldu və kökü olmadığına görə qurudu. Toxumlardan bəzisi tikanlar arasına düşdü. Tikanlar bitib onları boğdular. Amma qalanları yaxşı torpağa düşdülər. Bəzisi 1'ə 100, bəzisi 1'ə 60, bəzisi də 1'ə 30 səmərə verdilər. Qulağı olan eşitsin. Şagirdlər yaxınlaşıb İsa'ya dedilər, nə üçün onlara məsələlərlə danışırsan? İsa cavabında onlara dedi, sizə bu qabiliyyət verilib ki, göylərin padişahlığının sirlərini anlayasınız. Lakin onlara verilməyib. Çünki kimdə varsa ona daha çox veriləcək və o bolluq içində olacaqdır. Amma kimdə yoxsa əlində olan da ondan alınacaq. Onlara məsələlərlə danışdığımın səbəbi budur. Doğrudan ki, gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər, anlamazlar da. Eşaya Peyğəmbərin onların haqqında dediyi söz yerinə yetişir ki, demişdi, qulağınızla eşidərsiniz, lakin başa düşməzsiniz. Gözlərinizlə baxarsınız, amma görməzsiniz. Çünki bu xalqın ürəyi bərk olub, qulaqları ilə ağır eşidirlər, gözlərini yumublar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlayıb mənə dönməsinlər ki, mən onlara şəfa verim. Lakin sizin gözlərinizin xoş halına, çünki görürlər, qulaqlarınızın xoş halına, çünki eşidirlər. Doğrusunu sizə deyirəm. Çox peyğəmbərlər və salih adamlar bu arzuda oldular ki, sizin gördüyünüz şeyləri görsünlər, amma görmədilər. Sizin eşitdiyiniz şeyləri eşitsinlər, amma eşitmədilər. İndi siz əkinci haqqındakı məsələ qulaq asın. Kim padişahlıq barədəki kəlamı eşidib anlamasa, şərir gəlib ürəyinə səpilmişi uğurlayar. Yol qırağına səpilmiş budur. Daşlıq yerlərə səpilmiş olan da odur ki, kəlamı eşidir və anən onu şadlıqla qəbul edir. Lakin öz-özündə kök salmadığına görə az bir müddət qalır və o zaman ki, bu kəlamdan ötürü darlıq və əziyyət baş verir, anən büdrəyir. Tikanlar arasına səpilmiş olan odur ki, kəlamı eşidir, amma dünyanın fikri və varlılığın tovlatması kəlamı boğur və kəlam səmərəsiz olur.
yaxşı torpağa səpilmiş olan da odur ki, kəlamı eşidir, anlayır. Bəzisi 1-ə 100, bəzisi 1-ə 60, bəzisi də 1-ə 30 səmərə verir. Seni severim Rabbim benim, sana ihtiyacım var. Ata, semavi ata, bu sözleri sana okuyorum. Seviyorum seni Rab, sensiz bu dünyada etmişim ben. Ata, benim Rabbim, benim Tanrım, semavi ata, yine seninleyim. Ata, semavi ata, seni severim Rabbim benim, sana ihtiyacım var. Ata, semavi ata, bu sözleri sana okuyorum. Seviyorum seni Rab, sensiz bu dünyada etmişim ben. Ata, benim Rabbim, benim Tanrım, semavi ata, yine seninleyim. İsa bu fəsildə dediyi məsələlər ilə, əzizlərim, bunu təşrih edir ki, padişahlığın xoş xəbəri nə məsirdə dünyaya yayılacaq. Əgər Yahud xalqı onu qəbul etsəydilər, bərəkətlər Orşəlimdən dünyanın bütün yerlərinə yayılacaq idi. Amma xalq onu rədd etdi. Buna görə də Tanrı təzə bir sistem quracaq idi ki, bu işi onun vəsiləsi ilə yerinə yetirsin. Bu hal-hazır zamanda göylərin padişahlığında həm doğruları var, həm də yalançıları. Həm yaxşıları var, həm də pisləri. Necə ki, məsələlərin özündə təsvir olunur. İsa'nın məsəl ilə danışması nə fəqət bais olurdu ki, xalq onun sözlərini düzgün başa düşsün, eyni halda Zəbur kitabının qabaqdan yazdığı nəbiliyini də yerinə yetirirdi. Burada eşitdiyimiz 7 məsəl padişahlığın yayılma məsirini bizə göstərir və biz onda 3 mərhələyə şahidik. Padişahlıq necə başlanır, necə ona ziddiyyət qalxır
və nəticəsi nə olur? Fəsil əkinçi məsələ ilə başlanır və görürük də ki, İsa bu məsəlin başlanışında demir ki, göylərin padişahlığı buna bənzər ki, necə ki, o biri məsələlərdə deyir. Bunun səbəbi budur ki, bu məsəl bundan danışır ki, bu padişahlıq necə başlanır? Padişahlıq Tanrının kəlamını yaymaqla və onun toxum kimi insanların qəlblərində əkməklə görürük ki, başlanır. Toxum görürük ki, Tanrının sözü Tanrının kəlamıdır. Cürbəcür torpaqlar görürük ki, cürbəcür qəlbləri təmsil edirlər. Və cürbəcür nəticələr də, əzizlərim, bunu göstərir ki, insanlar Tanrının sözünün qabağında nə edirlər? İsa özü bu məsəli təşrih etdi. Ona görə də onun nə mənası olduğunda əsla şək şübhəmiz yoxdur. Nə üçün İsa Tanrının sözünü toxuma bənzədir? Bunun üçün ki, Tanrının sözü diri və qüdrətlidir. İsa bu məsəlində Tanrının sözünü toxuma bənzədir. Çünki toxumun içində həyat var. Tanrının kəlamı canlı və həyat verən kəlamdır. İnsan yazan kitablar nə qədər də çəkici olalar, nə qədər də faydalı olalar, canlı deyirlər, qadir deyirlər Tanrının kəlamı kimi həyat versinlər. Əgər adam istəyir yaşayan bir səbzə becərsin, iş hər şeydən əvvəl canlı bir toxumla başlanır. Tanrının kəlamı da mümkündür ki, toxum kimi kiçik və əhəmmiyyətsiz görünsün. Lakin onda qüdrət var. Aya olub görəsiz necə bir səbzə simenti yarıb onun içindən və ya onun küncündən bitib? Toxumun ayrı bir xasiyyəti də var. Toxum səmərə verir. Tanrının kəlamı da toxum kimi səmərə verir, o zaman ki, Tanrının kəlamı insanın qəlbinə düşür. Böyüməyə başlayıb, onun həyatını ruhani meyvələrlə doldurur. Toxum haqqında başqa mühüm mətləb budur ki, səmərə vermək üçün, əzizlərim, gərək əkilsin, gərək suvarılsın, gərək ona yaxşı yetişilsin ki, yaxşı meyvə bar gətirsin. İsa bu adamlara belə deyir. Kifayət etməz ki, insan Tanrının kəlamına ancaq qulaq assın, gərək onu eşidib, qəlbində onu qəbul etsin və icazə versin ki, bu toxum kök salıb böyüsün. Bu məsəldə İsa 7 dəfə eşitməkdən danışır. İsa'nın bu sözdən məqsədi bu deyil ki, cismani qulağımızla eşidək, xeyr, onun məqsədi batini qulaqlardır. Gərək batini qulağımızla eşidək. Tanrının kəlamını gərək ürəyimizdə qəbul edək. Bu məsələdə İsa özünü toxum səpən əkinçiyə bənzədir. O gəlmişdi ki, səpdiyi toxumları bitsin, lakin məhsuldan xəbər yox idi. Yahud milləti Tanrının kəlamını rədd edib, insan təliminə, dini ayinlərə üz gətirmişdi. Din alimləri kəlamın toxumunu öz rəsm rüsumları ilə o qədər qarışdırmışdılar ki, İsa məcbur idi toxumu onların əlindən xilas etsin. Bu rəsm rüsumları sındırıb qırsın. Mənə görə bu həyhazır zamanada da gərək belə olsun. İndi də Məsihiyyət imanı icazə verib ki, dini ayinlər onun əslində nə olduğunu göz qabağına qoymasınlar. Tanrının kəlamını əkmək üçün lazımdır ki, adamda iman olsun.
İsa 12 şagirdi dəvət etdi və Tanrının kəlamını onlara verdi. İndi bu kəlamın gələcəyi onlara bağlı idi. Onlardan 11-i əlbəttə ki, işə başladılar və bu kəlamı özgə adamların ürəyində çalışdılar ki, əksinlər. Və indi də hər kəs ki, Tanrının kəlamını deyir, əkinci kimidir. İsa bu məsəlində insanın ürəyini torpağa bənzədir. Çünki torpağın böyük bir qabiliyyəti var. Əgər torpağı öz başına buraxasan, onda xarxaşaq və alaq ot bitəcək. Ürəkdə belədir. Öz başına buraxılsa, yavaş şeylər onda kök salıb bitəcək. Əgər Tanrının kəlamı toxum kimidir və bizim ürəyimiz torpaq kimi, o zaman ürəyimiz hər halda bu toxumun qabağında özündən bir hərəkət göstərəcək, əksül əməl göstərəcək. Toxum və torpaq bir-birinə bağlıdırlar və ikisinin də iştirakıdır ki, məhsulu yetirir. İsa'nın məsəlində 4 cür torpaq təsvir olunur ki, 4 cür qərbdən danışır. Birinci torpaq zəminin qırağında olan o yolun torpağı kimidir ki, o qədər insanların gəliş-gedişi ilə tapdalanıb ki, siment kimi bərk olub. Toxum belə bir torpağın içinə girə bilməz. Elə torpağın üstündə göz qabağında qalar. Bu torpaq bərk bir ürəyi göstərir ki, Tanrının kəlamı onda heç bir əsər etmir. Belə bir ürək Tanrının kəlamını anlamaz və iblis də göyün quşu kimi gəlib onu dimdikləyər. Bu məsələdə əzizlərim, müşkül toxumda deyil, torpaqdadır. Bu zamana doğrudan da elə bir dövr olub ki, onda insanların qəlbi tapdalanmış belə bir torpağa dönür. Cürbəcür fəlsəfələr, cürbəcür dinlər, bunlar insanın ürəyini yalanlarla elə tapdalayıblar, elə bərk ediblər ki, Tanrının sözü artıq ona girmir, Tanrının sözünü artıq qəbul edə bilmir. İnsanlar bu günlər hər zamandan çox xodmehvər olublar. Bu ürək daşlığı bizi öz məmləkətimizdə ikən qərib edib. Hələ başqa ölkələr öz yerlərinə qalsın. Aya belə bir ürək üçün bir ümid var? Əlbəttə ki, var. Belə bir yerə gərək süd sürülsün. Görün, Huşa Peyğəmbər nə gözəl deyir, dincə qoyulmuş torpağınızı şoxumlayın, çünki Rəbbi axtarmaq vaxtıdır. Sülh taparam mən öz həyatımda. Adınla, sənin adınla, sevginlə, sənin sevginlə sülh taparam mən öz həyatımda. Bütün ağrılardan azad elədin, çətinliklərimdə kömək elədin. Sən arxayınam bütün varlığımla Rəbb xilaskarım. Mənim bütün ağrılardan azad elədin, çətinliklərimdə kömək elədin. Sən arxayınam bütün varlığımla Rəbb xilaskarım. Adınla, sevginlə sülh taparam mən
öz həyatımda. Adınla, sənin adınla, sevginlə, sənin sevginlə sülh taparam mən öz həyatımda. Bütün ağrılardan azad elədin, çətinliklərimdə kömək elədin. Sənə arxayınam, bütün varlığımla rəb xilaskarım. Mənim bütün ağrılardan azad elədin, çətinliklərimdə kömək elədin. Sənə arxayınam, bütün varlığımla rəb xilaskarım. Bütün ağrılardan azad elədin, çətinliklərimdə kömək elədin. Sənə arxayınam, bütün varlığımla rəb xilaskarım. Mənim bütün ağrılardan azad elədin, çətinliklərimdə kömək elədin. Sənə arxayınam, bütün varlığımla rəb xilaskarım. Sənə arxayınam, bütün varlığımla rəb xilaskarım. Sənə arxayınam, bütün varlığımla rəb xilaskarım. İsa ikinci torpağı dərinliyi olmayan bir torpağa bənzədir ki, toxum ona düşəndə çox tez bitir. Lakin günəşin istisi ona düşəndə solur. Çünki dərin kök salmayıb. Mən bu illər ərzində çoxlarını görmüşəm ki, İsa Məsihi çox da şadlıqla qəbul ediblər. Onun dediyi sözlərdən kef ediblər. Ondan mövcüzə istəyiblər, İsa da onlara edib. Amma bu qədər. İcazə verməyiblər ki, imanları Tanrının kəlamında kök salsın. Onun amac məqsədini dərk etsinlər. Ona görə də bu adamlar üçün əbədiyyət yox, ancaq bu dünya mətrəhdir. Və o zaman ki, sıxıntılar baş verir, azar əziyyətlər gəlir, qorxu onların imanlarını qurudursa olur. Doğrudan da biz insanlar Tanrıdan daim təvəqqə edirik ki, bizim səsimizə qulaq assın, müşküllərimizi götürsün. Tanrını ata çağırdıqda bizlə ata kimi rəftar etsin. Amma lazımdır özümüzdən bir soruşaq. Aya biz də oğul kimi rəftar edirik? Olmasın ki, Tanrını həyatımızda Əlaəddin çırağının cininə döndərmişik. Dərinliyi olmayan ürək üçün Tanrı əzizlərim belədir. Üçüncü toxum tikanlar arasına düşür. Həm toxum böyüyür, həm də tikan. Lakin tikanlar toxumu araya salıb nəhayət boğurlar. Belə ürəklər, çox təəssüflə deyirəm ki, bizim kilisalarımızda hər zamandan çox elə indi görülür. O ürək ki, Tanrının kəlamını tikanlıq yerlərində əkir, həmişə bu çalışdadır ki, bir nəhvlə dünyanın pis və yalan dəyərlərini Tanrının əbədi dəyərlərinə qatsın. Biraz bu fəlsəfədən, biraz o dindən, biraz öz istəklərindən bunları götürsün, ona qatsın və elə düşünsün ki, Tanrının kəlamı budur. Amma nə deyin ki, belə bir həyat tikanlar əlində boğulacaq. İndi 30 ildən çoxdur ki, Tanrının xidmətindəyəm və özlərini Məsihi güman edən çox adamları görmüşəm ki, necə çalışırlar həyatlarında elə sizə dediyim bu işi görsünlər. Və necə də bunun nəticəsində ruhani həyatlarını əldən veriblər. Və çox təəssüf ki, onların içində Tanrının xadimləri də var.
Bizə gərəkdir ki, tikanları ürəklərimizdən təmizləyək. O zaman ki, İsa insanları tövbəyə çağırır, tövbədən məqsədi bu deyil ki, məsələn, bildikləri bir neçə yava işdən əl çəksinlər. Xeyr, Məsihiyyət inancında tövbə demək bu deməkdir ki, bütün fikirlərimizi Tanrının fikirləri ilə dəyişdirək. Bütün dəyərlərimizi Tanrının verdiyi dəyərlərlə dəyişdirək. Çox adamlar həftənin 6 gününü tikanlıqda, tikanlarla tikan kimi yaşayırlar və 7-ci günü Məsihi olurlar. Və təzə içlərində belə bir intizar da var ki, Tanrı onların dualarını eşitsin. Belə bir şey əsla olmaz. 4-cü torpaq yaxşı torpaqdır, səmərə verir. Həm özü üçün faydalıdır, həm də başqa insanlar üçün. Yaşar, qalar, daim səmərə verər. Əzizlərim, gəlin Tanrının sözü qabağına belə bir ürək qoyaq. Necədir elə indi biraz düşünəsiz. Ey Allahım, önündə sənə diz çöküb sənə dua edirəm. Ey göylərdə olan atamız, adın müqəddəs tutulsun, səltənətin gəlsin. Göydə olduğu kimi yerdə də sənin iradən olsun, olsun, olsun. Gündəlik çörəyimizi bizə bugün ver və bizə borclu olanları bağışladığımız kimi bizim də borclarımızı bizə bağışla və bizi imtihandan çəkmə. Lakin bizi şərdən xilas et, şərdən xilas et, bağışla. Çünki səltənət və qüdrət və izzət əbədi olaraq sənindir Tanrım. Çünki səltənət və qüdrət və izzət əbədi olaraq sənindir Tanrım. Səni sevirəm, səni sevirəm, səni sevirəm mənim Tanrım. Səni sevirəm, səni sevirəm, səni sevirəm mən ürəkdən. Səni sevirəm, səni sevirəm, səni sevirəm mənim Tanrım. Səni sevirəm, səni sevirəm, səni sevirəm mən ürəkdən. Bəsdir o yan o millət, axı nə qədər günahda yaşamaq olar. Ey tənbəllər, nə qədər yatacaqsınız, axı nə vaxt yuxudan oyanacaqsınız. Belə olmaz, belə yaşamaq olmaz. Axmaqlar ürəyində Allah yoxdur deyə düşünürlər. İnsanlar bozulmuş, əməlləri iyrənc olmuş. Yaxşı iş görən yoxdur. Görəsən Allahı dərk edən varmı? Onu axtaran varmı? Onun yolunda özünü qurban verən varmı? Varmı? Çünki səltənət və qüdrət və izzət əbədi olaraq sənindir Tanrım. Çünki səltənət və qüdrət və izzət əbədi olaraq sənindir Tanrım. Səni sevirəm, səni sevirəm, səni sevirəm mənim Tanrım. Səni sevirəm, səni sevirəm, səni sevirəm mən ürəkdən. Səni sevirəm, səni sevirəm, səni sevirəm mənim Tanrım. Səni sevirəm, səni sevirəm, səni sevirəm mən ürəkdən. Səni sevirəm, səni sevirəm, səni sevirəm mənim Tanrım. Səni sevirəm, səni sevirəm, səni sevirəm mən ürəkdən. Səni sevirəm, səni sevirəm, səni sevirəm mənim Tanrım. Səni sevirəm, səni sevirəm, səni sevirəm mən ürəkdən. Ey Allahım, məhəbbətindir məni yaşadan, mərhəmətindir məni ucaldan. Bilirəm mən sənsiz yerin tozuyam, ölürkən diriltdin. Adım Ruslan, özüm Məsihçi, həyatda görmədiyin günü sən verdin. Sənə şükürlər, sənə həmdlər, sənə dualar, gecə gündüz və axşam. Səni sevirəm, səni sevirəm, səni sevirəm mənim Tanrım. Səni sevirəm, səni sevirəm, səni sevirəm mən ürəkdən. Səni sevirəm, səni sevirəm, səni sevirəm mənim Tanrım.
Səni sevirəm, səni sevirəm. Səni sevirəm mən ürəkdən. Sözlərimə qulaq ver yarəm, fəğanıma bax. Fəryadımın səsini eşid ey padşahım tarım, çünki sənə dua edirəm. Yarəm, səhər vaxtı səsimi eşid. Səsimi səhər vaxtı sənə yönəldib gözləyəcəyəm. Sən pislikdən xoşlanan tarı deyilsən, pislik sənin yanında sakin ola bilməz. Kibirli insanlar sənin gözünün qabağında dura bilməzlər. Sən bütün yamanlıq edənlərdən nifrət edərsən. Yalan danışanları məhv edərsən, qan tökən və hiləgar adamdan Rəbb iyrənər. Lakin mən sənin bol sevginin sayəsində sənin evinə gələcəyəm. Hörmətlə sənin müqəddəs məbədinin tərəfinə səcdə qılacağam. Ya Rəbb, düşmənlərimin səbəbindən öz salihliyində mənə rəhbər ol. Yolunu mənim qabağımda düz et. Çünki onların ağzında doğruluq yoxdur, ürəkləri həlakla doludur, boğazları açıq qəbirdir, dilləri ilə hiylə danışırlar. Ey Tanrı, onları təqsirkar elan et. Qoy elə öz məşvərətləri ilə yıxılsınlar.
Üsyanlarının çoxluğuna görə onları at, çünki sənin ziddinə qalxıblar. Qoy səndə pənah tutanların hamısı sevinsin, qoy əbədi şadlıqdan oxusunlar, çünki onları sən hifz edirsən, qoy sənin adını sevən insanlar səndə sevinsinlər. Çünki salih adama sən bərəkət verirsən, ya Rəbb, lütfünlə sipər kimi onları hifz edirsən.